Qaqaş, rəhminiz alına. Bunun üçün bunlar uşaqları buranı yaxşı tanıyır. Rəhminiz alında bax, jimloja işləyirik. Uşaqlar bax, mən həmişə demişəm. Trinajor çoxdur, alət çoxdur deyə bir yer axtaracaqsınızsa, siz ömür boyu inkişafınız, yəni istədiyiniz qaydada getməyəcək. Mən həmişə demişəm, yalandan əsələ formalaşa bilər. Amma sən qalxıb orada bu hərəkəti gəlib eləyəcəksənsə, mənim ilk hərəkətim pristan yolu, tırnaqlar zalına girəndə. Sən gəlib oradan bir dənə profil tutub var, belə eləyəcəksənsə, yəni ki, hiss edirsən də, yəni vallahi ya, o hissiyat yəni o deyil də, hiss eləyəcək, bunu mən sənə hiss elətdirim də. Jimloja avıranda hiss eləmirəm, qantellər nə bilim, sinə vuranda hiss eləmirəm, sən hiss eləməyin ki, nə lazım, mütləq belə eləməlisən, belə. Gəlin sizə bir dənə jimlojanın necə işlənmək lazımdır, necə düzgün texniklə işləmək lazımdır, onu göstərir. Bax, birinci növbədə bu ştanq sənin gözünlə tən olmalıdır, tən. Yəni, bu düşsə sənin gözünə düşsün, anlıqlar, sənəbə yox. Onun da səbəbi nədir? İşləyərkən ora-bura dəyməsin. Əllər çiyin bərabərindən biraz aralı. Ay, nə bilim, belə tutum, belə eləyim, yaxın tutum, belə eləyim, üçün ehtiyat yox. Sinə işləyirsənsə, tutun qaqaşın belə. Bax. Özümüzü çiyinlərə bax, hop, yığıldı dala. 30-durduq kürəyi bura. Və başlayırıq işləməyə. Hop! Bax, yavaş-yavaş. Düşürük. Dirsəklər kürəyə yaxın. Hop! Düşür. Əksəriyyətiniz uşaqlar, görmüşəm. Düşəndə bura qədər düşürsünüz. Yarımçı, turba bura qədər gəlir. Zədə riski bizi 1'ə 5 artırır. Zədə riski də artanda sabahlanıb sənin məşqi qəşəng eləməyim gedir də. Necə ki, mən 50 kilo vuranda bir dəfə zədələnmişəm, ki, sizin öpüristanga zədələndim. Şükürlər olsun, yüngül zədədir, amma yarımçıl vuranda sənin vətərlərin öyrəşmir. Sırtılmır, vətər sırtılmalıdır. Çəkiyə, hərəkətə görə dərin işləyəndə vətər sırtılır. Vətər əzələni sümüyə birləşdirən bağdır. O sırtılanda sənin zədə riskin azalır. Sabahlarım çəkiyə girəndə çünki sən əzəllərin şişir, axı sənin əzələrin şişkin olmağı səni anladır. Gəlirsən çəkiyə girirsən. O da rüskübünün düşür, saxlaya bilmirsən. Düşür, çalaq buradan qopur. Vətər qopmaz. O da əməliyyat falan. Hərəkəti dərin işləmək lazımdır. Uzun trayektoriyanı işləmək lazımdır. Və düzgün texnikanı işləmək lazımdır ki, sabah zədələnməyəsən. Nasıl?